Madde S3H6 verib 1 moldu. CnH2 çıxılsın 2 1 moldu və yanmasından alınan suyun cəmi miqdarı 90-dır deyir. Burada N'i tap. S3H6 yananda buradan nə qədər hidrogenimiz var? 6 mol. Deməli 3 mol hidrogen su alınacaq daha doğrusu. 6 hidrogen olsun deyə 1 mola 3 mol. Bu da 54 qram edəcək. 90-dan da çıxıram 54'ü. Bu da neçə eləyəcək? 36 qram. Deməli gəldik. 36 qram su əslində 2 mol H2O deməkdir. Çünki burada 18'dir. Deməli buradan nə qədər hidrogen? 4. Burada nə verib bizə? Hidrogen sayı 2'nin çıxsın 2 bərabərdir 4'ə, 2n bərabərdir 6'ya, n də bərabərdir 3'ə. Cavabımız E variantı.